yanlı ev axtarırsansa, gəl bu evi al. Gecə ilə əlin yanı satılır. Bir dənə də sən söz deyim, buna bax. Buradan qapının ağzına kimi bolt 1 manat 50 qəpiyə aparır. Yəni o vəziyyətdə də kvadratura bilsən neçədir? 108 kvadrat. Buna bax. Get, gərək bunu qaçasan ki, tez satasan balk şeydən, dəhlizin bu başına. Əsas giriş hissəsi buradan başlayır. Buradan başlayır, göstərək bir daha bu dəhlizi, bunu nəhəng bir şeydir. Sənə bir dənə qiymət deyəcəm ki, indidən mən cəmaat kimi intizarda saxlamıram. Qardaş, 108 kvadrat 99.500 manat. Nətərdir? İdeal. Göstərək bir dənə də keçdik bu tərəfə. Hər vaxtınız xeyir, yadından çıxmışdır. Axşamdır, çəkilişimizi başlamış, saat 10-dur. 9-10 arasıdır. Bir dənə ev çəkirəm sizə, əlim yanında qiymət. Ev gəlsin mən yuxudan ötür. Gəl qardaş, gəl bunu çək, sat, tez pul lazımdır. Mətbəx mebeli qalır. Əla. Keçirik buradan evin balkonuna. Balkonun da, qardaş, gör nə boydadır. Geniş bir dənə balkon. Binanın əla heyəti. İstilik, kombi, gəl. Getdik otaqlara. Buna bax. Yəni, sənə bir söz deyim. Geniş ev axtarsansa, bunun o tərəfə axtarma. Daha axtarma deyəm. Bir dənə bura ləzzət elədi mənə. Çox motosiklet sürəsən burada oca. Burada da yerləşir evin yataq otaqlarından biri və birincisi. Əla. Burada isə yerləşir. Bir dənə baxın. Buradan da balkona çıxmaq üçün yerdir. İndi axşamdır, qaranlıqdır, göstərə bilmirəm. Pərdəsi, lüstrü, tam təmiri, təzə qapıları, hər şəraiti var. Evin buradan digər yataq otağı. Bu otaqdan da balkona çıxmaq üçün yeri var. Hətta nə istəyirsən, qardaş? Özümü öldürürəm. Da bunun artıq bu tərəf bir şey yoxdur axı. Nə istəyirsən? Pul? Pul yox da, pul pisdir. Buradan da keçirik bir dənə geniş evin qonaq otağı. Xanımlar, bəylər, qardaşlar, bacılar, nə bilim, əmilər, əmoğullar, gəlin alın da, qardaş bu qiyməti ev var, dajı, özümü atacam buradan aşağı. Deməli, məsələ nədir? Evimiz yerləşir Xırdalar 3 saylı məktəbin yanında. Buradan o tərəfəcə rahat dur, söhbət eləyək. Evimiz yerləşir 3 saylı məktəbin yanında. 108 kvadrat 99.500 manata. Sənədləşmənin pulunu ev yəsi verəcək. Deməli, sonra nə deyəcəm? 2 saylı, 3 saylı, 9 saylı, bütün məktəblər yanındır. Düz binanın qarşısına şəhər avtobus gedir. 199, 119, 135, bütün hamısına yaxındır. Sonra deyəcəyim odur ki, 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Sıra az ağlına gəlir ki, ayda birdən bu mansart olana görə bu qiymət. Mansart deyil, qanuni mərtəbədir. Əla da bir evdir. Nəzərdə çatdıram ki, bina altının altısıdır, dedim kimi, köhnə binadır, liftsiz binadır, amma rahat pləkanlarla çıxırsan, təngi nəfəs olmadan. Gəlin yerində baxın, qiymətdə də demişim ev yəsi razılaşacaq. Gecəniz xeyrə qalsın, mən yoruldum, siz də yatın. Sağ ol.